Allah sənə and verəm izzəti və cəlalı və kərəmi və rəhməti və mərhəməti və bu əllər ki, sənin dərgahına qaldırmışıq. İlk əvvəl duamız İmam Zaman Əleyhisselamın zuhurunu təcil elə. İlah bağışlamamış bizi bu dünyadan aparma. İmanla, təqva ilə yaşayıb, izzətlə bu dünyadan köçməyi bizə nəsib elə. İlahi, can üstündə olanda kəlmə-i şəhadət etməyi bizlərə nəsib elə. İlahi, xəstələrimizə tezliklə şifa-i acil inayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül olanların müşküllərini tezliklə həll elə. Borcu olanların borclarını verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə. İşsiz qardaşlarımıza iş nəsib elə. İlahi, Ramazan ayının oruclarından bizləri məhrum eləmə. İlahi, Ramazan ayının gecələrindən bizi məhrum eləmə. İlahi, Ramazan ayının qədir gecələrindən bizləri məhrum eləmə. İlahi, Ramazan ayında Quranınla ünsiyyət qurmağı bizə nəsib elə. İlahi, Ramazan ayında Əhl-i Beytlə ünsiyyət qurmağı bizə nəsib elə. İlahi, şəhidlərimizi Kərbəla şəhidlərinə məhşur elə. Allahım, şəhidlərimizin ailələri, övladları, yaxınları, qəlblərinə huzur və aramlıq nazil inşallah.